3 ildir artıq mən yeni evimdə yaşayıram. 3 il əvvəl bu evə köçəndə bütün hər şeyi xırdalığına qədər yeni almışdım. Ona görə də belə, yəni ki, istədiyim kimi hər hansı bir alış-verişlərə çıxmamışdım. Bugün dedim, həqiqətən də vaxtıdır. Müəyyən evə lazım olan əksik qab-qacaq almağa çıxmışam. Bu arada xoş gördüm hər birinizi. Sizlərə gözəl bir vlog çəkəcəm. Həyat İnşaat bizim ən çox qab-qacaq aldığımız məkandır deyərdim. Qusarçayda yerləşir, böyük mağazadır. Nə istəsən onu burada tapa bilirsən. Düzdür, mən ümumiyyətlə evimə istifadəyə belə xrustal falan almıram, amma qab-qacaq alanda xüsusi diqqət yetirib daha gözəllərini almağa çalışıram. Çox ucuz qab-qacaqları o qədər də evdə istifadə edəndə sevmirəm. Amma təzə evə köçəndə mən bahalı tarelka falan hər şey almışdım. Əslində çox heyfim gəldi, çünki mən çox vaxt evdə olmadığıma görə qızlar qab-qacaqları yuyurlar. Ona görə də sındırıb demək olar ki, salat tarelkalarından 12-dən hardasa 2-3 ədəd qalıb. İndi isə bu dəfə biraz ondan fərqli, amma o qədər də belə bahalı qab-qacaq almadım. Çünki evdə istifadə edəcəm. Belə bir yüngül naxışlı tarelkalar xoşuma gəlir. Belə çox abartılı, həddindən artıq güllü, çiçəkli qabları sevmirəm. Əslində mən istəyərdim bundan da daha az güllər olsun. Amma neyniyək, daha bundan gözəlini mən burada tapa bilmədim. Vaxt az idi. Çünki vaxt tez gedir. Bugün işlərim çoxdur. Həm alış-veriş eləyəcəm, həm də ki, kəndə getməliyəm bugün. Bütün işləri bir günə salmışam. Çünki onlayn işdə çalışdığıma görə mənim hər an belə alış-verişə çıxmağa, belə gəzməyə, getməyə vaxtım olmur. Ona görə də mənim üçün vaxt, zaman çox dəyərlidir. Bəzən axşamdan yemək hazırlayaram, sonra istəyirəm ki, xaladelnikə qoyum, sabahki yeməyim hazır olsun. Ona görə də bugün şirli bir qazan da alacağam, böyük həcmdə. Düzdür, balacalar var evdə, amma yerləşmir. Ona görə də bunu aldım. Həm də ki, bəzən süd alıram, qatıq eləyirəm. Onun üçün də daha uyğun olsun deyə götürürəm. Əslində 2-3 ədəd götürmək istəyirdim. İndi dedim, yox, bir dəfə yemək üçün alım, sonra növbəti dəfədə qatıq üçün alaram. Çünki həm bir şirli qazanda qatıq, həm də yeməyi saxlamıram. Yəni mənim xoşum gəlmir. Ümumiyyətlə əvvəllər də mənim xasiyyətim belə olub. Bir dənə qəşəng əslində saat istəyirdim mətbəx üçün, amma burada seçim tapa bilmədim. Ona görə də bu dəfə almadım. Üzərlik yandıran mənim yoldaşım üçün bir dənə üzərlik yandıran alacağım. Qızım deyir, bunu mütləq al. Belə bir çaydan xoşuma gəldi. Onlardan seçdim, birini aldım. Bu tava çox gözəldir, amma neyiniyək, mən olmayanda uşaqlar yandırır, kül edir. Ona görə də bu dəfə götürməyəcəm. Nə vaxtsa özüm tək hazırlayanda onu da götürəcəm. Belə düşündüm. Belə istədiyim çox şeyləri aldım artıq. Məncə bu qədər yetərlidir. Yavaş-yavaş çıxış eləyib gedəcəm ərzaq mağazasına. Bu arada qabağıma balaca kuklalar çıxdı. Dedim, əvvəl nə qədər alırdım qızlarıma. Böyüyə düz saç alırdım. Balacanın saçı buruqdur deyə ona buruq saç kukla alırdım ki, bir-biri ilə dalaşmasın. İndi kaş o vaxtı balaca olardı və bunlardan da hərəsindən bir dənə alıb bu mağazadan çıxardım. Ən çox aldığım demək olar ki, sizə il ərzində mən hər gün kartof soğan daşımaqdan yorulmuşam. Yaxşı ki, əvvəllər biz böyük evlərdə olurduq və mişokla alıb qoyurduq. İndi də paketlə alırıq, inanın ki, buradan alıram, oradan gedir. Deyirəm, bəzi insanlar bəlkə bizim soğan istifadə etdiyimiz qədər heç kartof belə istifadə eləmir. Bunu çox vaxt uşaqlara da sual verirəm ki, axı mən bu yaxınlarda bir böyük paket soğan almışdım, hara getdi? Yəni evdə böyük bir spesik yazırıq və gəlirik. Marketə gələndə inanın ki, hələ spesik qədər də gözü gördüyü başqa bir şeyləri də alırıq. Ən çox hər dəfəsində marketə gedəndə balıq alıram. Mən ümumiyyətlə buzlu balığı daha çox təzə balıqdan da sevirəm. Yoldaşım hər zaman deyir mənə, təzə balıqda var nəsə. Buzlu balıqda nə tapmısan, amma buzlu balıqda bu sümük az olduğuna görə, yemək daha rahat olduğuna görə mən də buzlu balıqları daha çox alıram. Ay bacı, sən qab-qacaq mağazasından çıxdın, təkrar ora niyə gəlirsən deyən lazımdır mənə. Nədənsə o qədər mən biraz bu ailə həyatı qurandan sonra qab-qacağa öyrəşmişəm ki, yenə də əlim hara gedir, maraqlı qab-qacaq axtarır. Ona görə belə çıxdıq buradan da alış-verişlərimizi yekunlaşdırdıq, düşdük yola, gedirik bizim gözəl kəndimizə. Mənim daha doğrusu bəyənmədiyim, yaşamaq istəmədiyim kəndimizə. Amma arada gedib mütləq baş çəkmək lazımdır. Ümumiyyətlə cavan nəsildən kimdən istəyirsinizsə soruşun, hamı şəhər istəyəcək, hamı rahatlıq istəyəcək, hamı gəzmək istəyəcək. Heç kim o ağır fiziki işdə, kənddə işləmək istəməyəcək. Amma şəhərdə müəyyən qədər, müəyyən illəri yaşayan insanlar isə təbii ki yorulub istirahətdən, yorulub bina evlərindən
kəndi istəyirlər. Sadəcə yaxşılıdırlar, başqa bir işi bacarmır. Gəldik artıq çatdıq Yalamaya. Düzdür, bayaqlar ərzaq mağazasındaydım. Nədənsə qonaq edəcəyimiz yerə şirniyyat almağı unutdum. Ona görə elə yaşıl marketdən götürdüm şirniyyatı, çıxdıq yola düşdük. Əslində yaz vaxtı kəndi biraz çox bəyənirəm. Çünki yaşıllıq olur. Hələ ağaclar yaşıllaşmayıb. Ağaclar yaşıllaşanda, bəzi ağaclar da ağ gül açanda ümumiyyətlə daha gözəl olur. Amma yaşamaq isə çox çətindir. Çünki kənddə həyət işi bitmir. Həm həyətlər böyük olur, həm evlər böyük olur, həm sahə işi olur, həm mal qara olandan sonra toyuqcuca ümumiyyətlə iş bitmir. Ona görə də yəni həqiqətən biz yəni ki insanlar indi də internet dövründə daha rahatlığa qaçırıq. Əslində gecikdikənləri mən yığmalıydım, əlcəkləri unutdum. Ona görə də Qutab sevdasında olan yoldaşım məcbur oldu ki, gecikdən yığsın. O heç sevmir belə səbirdən belə işləri görməyi, amma bu dəfə nədənsə mənə kömək elədi, sağ olsun. Gecikdikənləri o yığdı, amma bizim bağımızda qəşəng bayaqları qeyd elədiyim kimi təhməzlər olduğuna görə onları artıq özüm yığdım. Baxmayın, bunlar tam yaşıl deyil, amma dadı çox gözəl olur. Çünki biz hal-hazırda soyuq havada bu təhməzləri yığırıq. Soyuq havadan çıxmış təhməzlərdir. Sadəcə soyuq hava təsir etdiyinə görə belədir. Əslində daha isti olanda onlar yamyaşıl olur və gözəl olur. Amma bunların dadı onlardan da qəşəng olur. Yığdıq Qutab üçün göyərtilərimizi də və yavaş-yavaş getdik qonşuluqda olan qaynımgilə. Hər zaman gedəndə öz qohumlarımı baş çəkməyi çox sevirəm, amma qohum əqraba çox olduğuna görə də hər dəfəsində 1-2 nəfərin evinə gedirəm. Sahəyə baxın qızlar, necə də gözəl, təmiz belə hazırlayıblar. Burada pomidor, xiyar, paxla, keşniş və s. belə şeylər əkin eləyəcəklər. Bir az müddətdən sonra sizə yeni buranın çəkilişini eləyəcəm. Mən bu arada çox gözəl görsənirəm yaşıl havada. Belə yavaş-yavaş qonaqlıqdan sonra da qayıtdıq, gəldik. Belə pendir gətirdim. Qəşəng dadlı. Qəşəng Qutab hazırlayacağım. Bir də ki, gecikdikəndən çığırtma. Çox dadlı olur, qəşəng olur. Yandırıb əllərimi konkret bugün bunları yığanda. Özüm hazırlamışdım. Çox qəşəng olur bunlar. Ən çox belə bir salatlarda kök istifadə edirəm. Badımcandan o qədər xoşum gəlmir. Vişnə mürəbbəsidir. Vişnə mürəbbəsi biraz sulu olur belə. Amma iri vişnə də qəşəng olur. Onu gətirdim. Çox istifadə etdiyim souslar. Tomat sousu. Bankaları indi yuyacağım. Həyətdən gətirmişim. Çox küləkli. Bu hava var idi. Sonra bu da çiyələk mürəbbəsidir. Amma çox bərk olub. Elə bil heç bərk olub bu. Bilmirəm niyə. Ki, üzüm mürəbbəsidir. Bu qırmızı qaraqat mürəbbəsidir. Bunu çox istəyirəm. Çox xoşuma gəlir. Balon qoymuşdum, kompotu. Biri maşında sındı. İkisi sağ-salamat çatdı. Amma hamısı qozdu. Göyərtiləri qəşəng yuduqdan sonra onu dələkdən keçirdib, qəşəng yumşaq xəmir hazırlayacağım və dadlı Qutab hazırlayacağım. Əslində bugün düzdür, belə gəzinti insana zövq verir, amma biraz da belə gəzintidən sonra da adam yorğun olur. Qəşəng, amma yuxuya getmək olur. Davamlı kompüter, telefondan onlayn işdə çalışanda beyin yatmır, gecədə beyin işləyir. Amma belə olanda beyin daha sakit olur və daha adamı yuxu tutur. Ona görə də tez bazar yemək hazırlayacağım və bugün daha tez yatmağa çalışacağım. Göyərti gecikdikənlər olduğuna görə əlcək geyinib xırdalayıram, çünki əllərimi yandıracaq. Amma anam Qutab hazırlayanda o elə gecikdikənləri belə əlcəksiz xırdalayırdı. Mənə də çox maraqlı gəlirdi ki, mənim əllərim o vaxt da tez yandırırdı. Onun əli niyə yanmırdı? Həm də ki, mən ümumiyyətlə soğan doğraya bilmirəm. Soğan doğrayanda da mənim gözlərimi həddindən artıq çox yandırır. Ümumiyyətlə son zamanlarda göz eksmer lazer əməliyyatı eləyəndən sonra ümumiyyətlə gözlərimdən su axır. Demək olar bir soğanı mən təmizləyib doğraya bilmirəm. Ona görə də ən çox soğan doğrayanda blender istifadə eləyirəm. Artıq mənim Qutablarımda sizlə söhbət eləyə hazırdır. Bizlərə nuş olsun, siz də göz haqqınızı halal edin. İnşallah ki, vloqlarımı bəyənirsiniz və
Yorumlarda qeyd eləyərsiniz, daha başqa necə vloqlar çəkməsini istəyərdiniz. Mənlə yaxında olan, məni izləyən xanımlar ən çox deyirdi, ev işləri gör, yemək hazırla, bizə belə vloqlar xoş olur. Bəs sizə necə vloqlar xoş olar? Bu arada kanalıma abunə olub, bildirişləri açmağı unutmayın, videonu bəyənin. Növbəti vloqlar gələndə isə yenə də diqqətlə izləyin. İnşallah hər biriniz üçün xoş oldu. Bu vlog bəlkə də xoş olmadı. Mütləq şəkildə qeyd edin. Sizin fikirləriniz mənim üçün çox önəmlidir. Yenə deyəcəksiniz, kənddən danışdı. Əslində kənddə qutab hazırlamaq daha rahatdır. Mən böyük ümumi yumru qutablar hazırlayıram kənddə, amma burada biraz tavada hazırladığıma görə də qutab hazırlayanda çətinlik çəkirəm. Həm daha çox vaxtımı alır, həm də xırda-xırda olur. Yəni adamda səbir lazımdır burada qutab hazırlamaq üçün. Misal üçün orada 5 qutab hazırlayacaq vaxtda burada sadəcə 2 qutab hazırlaya bilirəm. Ona görə də yəni belə şeylərdə də bu üstünlük var ki, kənddə daha rahat etmək olar. Amma düzdür, şəhərdə də həyət evlərində mümkün olur, amma bina evində olduğuna görə də məcbur belə xırda qutablar hazırlayıram. Mən göy qutabları çox sevirəm, bu arada onu da qeyd eləyim. Amma yoldaşım ət qutablarını çox sevir. Arada da göy qutablarını sevir. Yəni belə bəzən deyirəm, gəl göy əti yığaq, qutab hazırlayaq, o vaxtda həvəsə düşür. Amma əslində ət qutablarını daha çox sevir. Bəs siz necə qutablar sevirsiniz? Ətə daha çox üstünlük verirsiniz, yoxsa göy qutaba? Məncə əl işimi də hər halda bəyəndiniz.